Salam uşaqlar. İlk öncə hər birinizə uğurlar arzulayıram. Bu günləri sizlərlə 2025 9 mart tarixində keçirilən 11-ci siniflərin buraxılış imtahanına aid ingilis dilinə qrammatika suallarına baxaq. 7-ci sualdan qrammatika sualları başlayır. Bildiyiniz kimi burada hər ikisinə eyni sözünü qoymalıyıq. Əlbəttə ki, hər ikisinə uyğun be proud of və be afraid of hər ikisi of sözündən işlənir. Ona görə düzgün variant 7-ci sualda C variantıdır. 8-ci sualda cəm isimləri tapmalıyıq. Burada da women və trousers, qadınlar və şalvar. B variantında knowledge, C-də food, D-də step progress-ə çıxdıq. Y variantında da person. 9-cu suala baxırıq. 9-cu sualda yenə də düzgün artiklı yerləşdirməliyik. Burada our children go to school by bus olacaq. Çünki by ilə miniklər əgər avtobusla, maşınla, qatarla deyiriksə, baydan sonra sözünü işlənməməlidir. Və əgər baydan sonra daha doğrusu baydan sonra artikl işləməməlidir. Baydan sonra Z müəyyəni artikl işlənərsə yanında mənasını da verir. Burada isə miniklərlə Z müəyyəni artiklı işlənməyəcək. Ona görə düzgün variant kimi Y variantını götürürük 9-cu sualda. 10-cu suala baxırıq. 10-cu sualda düzgün nida cümlələrini axtarmalıyıq. What-la və how-la olan qaydaları yadımıza salaq. What olan cümlədə 2 mütləq mübtəda olmalıdır. Söz sırası nəqli cümlədəki kimi olmalıdır və what olan həmçinin də how olan cümlədə en artiklı, what olan cümlədə də D müəyyəni artiklı işlənməməlidir. How olan cümlədə bir isim olmalıdır, mütləq. Əlavə olaraq yəni how-dan sonra sifət və ya zərf gəlməlidir. Mütləq yəni Z müəyyəni artiklı işlədilməlidir, yəni artikl heç vaxt işlənməyəcək. İsim mütləq sifətdən, zərfdən ayrılmamalıdır. Yəni isimlə sifət, zərf yanaşı işləməlidir. Yaxud da yiyəlik, işarə vəzliyi how olan cümlədə mütləq işlənməlidir. Qısası how-dan sonra sifət, hərəkət bildirməyən feil də gələ bilər. How-dan sonra zərf, amma hərəkət bildirən feil gəlməlidir. Yəni how-dan sonra sifət, zərf gəlməlidir. How-dan sonra sifət, sonra isim olmağı, yanaşı olmağı yanlışdır. Yəni bunlara da diqqət yetirməliyik. How-dan sonra sifət, sonra Z müəyyəni artiklı, işarə vəzliyi, yiyəlik vəzliyi, sonra isim gəlməlidir. Yəni sifətlə isim yanaşı gələ bilməz. Sonra how-dan sonra Z müəyyəni artiklı işlənə bilməz. Düzgün cavabı həmin bu qaydalara əsasən götürəcəyik 10-cu sualımıza. A variantı səhvdir, çünki orada places cəmdə n artikli qəbul edə bilməz. Birinci sual daha doğrusu qəbul edə bilməz. Həm də are köməkçi feil mübtədadan əvvəli keçib. 2-də isə place, it cümlədə 2 dənə mübtəda rolunda olan söz var. Deməli düzgün variantımız 1-i 2-dir. How many amazing places burada isimlə yanaşı gəlib. Sifət bu da ola bilməz. Are-da mübtədadan əvvəli keçib, əvəzlikdən əvvəli keçib ola bilməz. 4-də də doğrudur, çünki sifətlə ismin arasında D müəyyəni artiklı girmişdi. 5 isə yanlışdır. Burada is keçib əsasən itdən əvvələ. Deməli bu da yanlışdır. Düzgün variantımız 10-cu sualda olacaq D variantı 2 və 4. 11-ci suala baxırıq. Burada da sözləri mənasına görə uyğunlaşdırmalıyıq. Deməli burada 11-ci sualda biz götürəcəyik donate, uyğunlaşdıracaq. Donate yardım etməkdir, bağışlamaqdır. 1-ə götürəcəyik, 11-də Y variantını götürürük. 1-də götürürük B-ni. B-də deyir, yəni ehtiyacı olan insanlara pul vermək. Sonra 2-də C-ni götürürük. 2-də deyir ki, dəyər vermək olacaq C variantı. Kiməsə neysə vacib olduğunu, kiməsə neysə vacib olduğunu düşünürsən. 3-də müdafiə eləməkdir, o da protect, yəni kimsə neysə hücumdan qorumaqdır. Düzgün variantımız 11-də oldu Y variantı. 12-ci suala baxırıq. Düzgün sual cümləsini tapırıq burada. How many pieces of furniture-dən sonra köməkçi feil, sonra did, sonra mübtəda Z, sonra xəbər gələn cümlə birinci cümlədə düzgündür. Çünki söz sırası, sonra köməkçi feil, sonra mübtəda, sonra xəbər gəlir. 1 doğrudur. 2 də doğrudur. Çünki həmin cümlənin məhsul formasıdır. Mübtədanı atanda verb bot olur. Beef plus feil sifət 2. Ona görə 1 ilə 2 doğrudur. 3-cü, 4-cü cümlədə söz sırası yanlışdır. Ona görə 1 ilə 2-ni biz 12-ci sualda 1 ilə 2-ni götürürük. 13-cü sualda isə düzgün məhsul növü tapmalıyıq. Burada da görürük do-la verilib. Do-la verilibsə deməli indiki sadə zamana aiddir. İndiki sadə zamanda məhsulu am, is, are,
plus fe'l sifəti 2 olur. Əgər isim təkdədirsə izlə, cəmdə olanda arla veririk. O da vanilla ice cream sözü burada təkdə olduğuna görə izlə verdik. Bir də daha doğrusu make də made formasında olmalıdır. Çünki fe'l sifət 2 ilə düzəlirsə düzgün variantımız Y variantıdır. How is vanilla ice cream made? Deməli, məlumu məhsula çevirəndə nə edirik? Mübtədanı atırıq. Burada biz you-nu atdıq və fiildən make-dən sonraki vanilla ice cream sözünü gətirdik. Həmin o you-nun yerinə qoyuruq. Özündən sonra da fe'l sifət 2 işlənir. O da make olur made. Do-nu da izlə əvəz eləyirik. Düzgün variantımız 13-də oldu Y variantı. 14-cü suala baxırıq. 14-cü sualda düzgün cümlə qurmalıyıq və burada düzgün variant kimi götürəcəyik 14-də C variantını. Çünki birinci gəlməlidir cümlənin mübtədası the boys, sonra gəlməlidir xəbərimiz have been playing. Sonra isə gəlməlidir bizim tamamlığımız tennis. Sonra 6-da at the stadium, stadionda, harada. Sonra gəlir zaman zərfi 3 for 2 hours. Düzgün variantımız oldu 14-də C. 15-ci suala baxırıq. As his English is excellent. Onun ingilis dili isə əla olduğuna görə o yaxşı iş tapa biləcək. Deməli, düzgün variantımız olacaq B variantı. O da be able to-nun gələcək zaman forması will be able to-dur. Doesn't have to-la işlənir. Hasn't to deyilən qayda yoxdur. Don't have to, doesn't have to var. Have to modal feili. O formada işlənir. Won't be able to-la işlənir. Has da to-la işlənir. Deməli, qalır bizim bir dənə B variantımız. Modal feil kimi B variantı doğru işlənmişdir. 16-cı suala baxırıq. 16-cı sualda bu gün deyir hava qəşəngdir. Deməli, şagirdlər, tələbələr gəzintiyə gedə bilərlər. Onda burada uyğun olaraq bağlayıcını, düzgün bağlayıcı kimi anı götürə bilərik. Sonundan also eynidir. Baxmayaraq ki deməkdir hər ikisi. Or yaxud yoxsa batsa lakin. Əlbəttə ki düzgün variant kimi biz burada ancaq 16-da A variantını tərcüməyə uyğun verə bilərik. 17-ci suala baxırıq. 17-ci sualda əzəzə, əzəzdə, very-də, to-dur, so-dur, quite-dır, razədə, how-dır, enough-dır. Bunlarda sifət və ya zərf ad dərəcədə işlənir. Burada da əzəzin arası, deməli, hər ikisinin arasında deməli short olmalıdır. Çünki to-be-dən sonra sifət işlənir. Ona görə biz burada short-u adi dərəcədə götürəcəyik. Short kimi də verəcəyik. Çünki əzəzə adi dərəcədə işlənir. Deyir, onun saçı anasının saçı kimi qısadır. Düzgün variantımız 17-dədir. 18-ci suala baxırıq. 18-ci sualda baxırıq orada birinci boşluğa. Boşluqda v görürük xəbərimi. Daha doğrusu boşluqdan sonraki xəbərə baxırıq. Görürük ki, orada v cəmdə işlənib. Cəmdə işlənən əlbəttə burada bir dənə both. Düzgün variantımız 18-də both olacaq. Both of them was from Nick. Deməli, each hər biri deməkdir. Every hər deməkdir. Both hər ikisi one bir. No-da bilirsiniz ki, inkar ədatıdır. Düzgün variant kimi biz burada ancaq v-ni götürə bilərik. Çünki each də every-dir. Hər ikisi konkret isimdən işlənir. One da təkdə. No-dan da sonra isim gəlir, amma of işlənmir və every isə of-la işlənmir. Xəbərimiz də tək cəmdə olduğuna görə sadəcə C variantını düzgün variant kimi yerləşdirə bilərik boşluğa. 19-cu suala baxırıq. 19-cu sualda deyir, mənim işdəki günüm çox da yaxşı deyildi. Yaxşı deyildi və mən bir neçə səhvlər etmişdim. Demək, çox yaxşı deyilmişsə, bu çoxlu səhv edə bilər. Ona görə 19-da düzgün variant kimi Y-ni götürürük. Few, very few yox dərəcəsindədir. Too much sayılmayandan işlənir. A little da sayılmayandan işlənir. Lot of isə həm sayılan, həm də sayılmayandan işlənir. Ona görə düzgün variant kimi 19-da götürürük Y variantını. 20-ci suala baxırıq. 20-ci sualda ənlə bağlandığına görə biz burada xəbəri cəmdə götürməliyik. Ona görə 20-də olacaq Y variantı have been reading the same books for a week. 21-ci suala baxırıq. 21-ci sualda isə 21-ci sualda isə complex object axtarırıq və mürəkkəb tamamlıqda da bildiyimiz kimi 2 və artıq nitq hissəsi ilə ifadə olunur mürəkkəb tamamlıq. Birinci, ikinci, üçüncü qrup feilləri vardır ki, birinci qrup feilləri let make-dir, özündən sonra to-suz feil gəlir. İkinci qrup feilləri hear, observe, feel, watch, notice, see-dir. Bunlardan sonra ya to-suz ya da ing qəbul edir. Amma mütləq özündən sonra obyekt gəlməlidir bunların. Üçüncü qrup feilləri isə yerdə qalan feillər isə üçüncü qrup feillərdir. Expect-də üçüncü qrup feildir, özündən sonra obyekt, sonra to-lu feil gəlirsə, əgər to-lu məsdər gəlirsə, o da B variantıdır, to speak olacaq.
olacaq. 22-ci suala baxırıq. Burada da next Sunday bizim zaman zərfinə baxırıq ki, gələn bazar deyir, növbəti bazar deyir, növbəti bazar da gələcək zamana aiddir. Orada da 22-də düzgün variant kimi götürürük D variantın will meet our friends next Sunday. Düzgün variantımız 22-də D variantı. Hər birinizə uğurlar. Növbəti videoda görüşənədək.